Deməli, darağı işlədərkən, baxın, tükə darağı necə vurmalısan? Belə vurmalısan ki, buradan fikir verin, tüklər görün necə çıxır. Bu xətti görürsünüz də yəqin ki. Bu xəttdən çıxan tüklər kəsilməlidir. Amma götürək buradan kəsək olmaz. Daraq da düzgün qaydada getməlidir. Qaysı sadəcə ona uyğunlaşaraq nə etməlidir? Hərəkət eləyir, saz kəsir. Aydındır? Bir də durduğun bir yerdə məsələn saz kəsimini eləyə bilmərsən. Gedə-gedə hərəkətdə kəsməlisən ki, buradakı tüklər var. Baba görürsüz necə hərəkətlə gəlir bir-birlərinin üstünə oturur. Qaysıda da həmçinin bu tüklər də hamısı bir-birlərinin belə üstünə oturmalıdır. Aydındır? Okey, başla kəsmə. Qaməti düz saxla. Biraz müştərinin boynuna ək. Mövqeyi al. Bir yerdə fokuslanma. Məsələn, buranı kəssənsə, opşi bax. Bir yerə fokuslanıb kəsəndə, sən buranı kəsəndə başqa bir yerə zərər yetirə bilərsən. Amma hamısına opşi baxanda, saz kəsimə fokuslanmırsan. Opşi bax, düzgün kəsmə elə. Belvi düz saxla. Həla. İşte, rahat ol. Relax.